Xoş gördük, əziz yurt həsrətlilər və yurtseverlər. Əgər söhbət yurt həsrətinə son qoymaqdan gedirsə, ötən ay bu baxımdan ən çox diqqət çəkən Qoşulmama Hərəkatının parlament şəbəkəsinin aprelin 6-sında Özbəkistanda keçirilmiş 4-cü konferansında Qərbi Azərbaycanlıların öz torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstəyin ifadə edilməsi idi. Fikrimcə, Asiya Parlament Assambleyasının cari ilin fevralında Bakı Deklarasiyasında olduğu kimi, Özbəkistandakı dəstək də 2024-cü il 5 may Banjul bəyannaməsi ilə başladılan prosesin davamıdır. Yəni, soydaşlarımızın Qərbi Azərbaycana dönüş səylərinə parlament diplomatiyası müstəvisində verilən növbəti töhfədir. Və bütün bunlar bizim dinç yolla doğma el-obamıza dönüşümüzü daha da yaxınlaşdırır. Bilmirəm, Ermənistan rəhbərliyi bu prosesin qaçılmazlığının fərqindədirmi? Amma Nikol Paşinyanın aprelin 15-də ölkəsinin parlamentində Azərbaycanın maraqlarına uyğunluq baxımından hətta sensasiyalı təsir bağışlayan bir çox fikirləri olsa da, soydaşlarımızın ora qayıtmaları ilə bağlı heç nə demədi, bununla heç cür razılaşmaq istəmir. Qərbi Zəngəzura gəldikdə isə bu təkcə Ermənistan rəhbərliyinin yox, sözü gedən qədim yurt yerlərimizdə konsulluq açan, açmağı planlaşdıran, çeşidli ad altında ora öz hərbiçi və casuslarını yerləşdirənlərin, tez-tez səfirlərini göndərənlərin heç birinin marağında deyil. Niyə deyil? Buna aydınlıq gətirəcəm. Amma indi gəlirəm Nikol Paşinyanın bir hissəsi konstruktiv təsir bağışlayan, digər iki hissəsi isə manipulyasiyadan və tərxəkliklə isterikliyin qarışığından ibarət çıxışın üzərinə. Həmən çıxışın birinci hissəsi məncə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq forumda səsləndirdiyi tələb və fikirlər vardı ki, ona bir növ reaksiya vermək idi. Paşinyanın pasif revanşist kimi dəyərləndirdiyi o açıqlamalardan birinə diqqət yedirək. Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim. 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və güya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin əslində eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan pasif revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırılmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. İndi mən istərdim ki, biz burada öncə fəal revanşistlər var. Onların iki təmsilçisinin sayıqlamaları ilə, bəli, məhz sayıqlamaları ilə tanış olaq. Köçəryanla Sərkisyanı və onlara yandaşlıq edənləri yox. Tam başqa ünsürləri nəzərdə tuturam, sizin də onları görəcəksiniz. Onlardan biri Əfqanistanda xidmət etmiş, 90-cı illərin əvvəlində Ermənistana göndərilərək baş qərargaha rəis təyin olunmuş, torpaqlarımızın işğalında yer almış, hazırda Moskvada ömrünün son günlərini yaşayan Norat Terqriganyansıdır. İndi güya Azərbaycan Ermənistana haylara qalib gəlib, hansı haylara? Rusiyadakı 3 milyon haya, yoxsa Fransadakı 500 min haya? O ancaq Qarabağdakı 150 min hayı yenib. İndi belə çıxır ki, güya o Ermənistanın üzərində qələbə çalıb, axı Ermənistan döyüşməyib. Görürsünüz bu qoca sarsaq nə deyir? Demək, özü də bir vaxtlar işin içində olurlar. Yaşına, başına, çiynindəki ulduzuna, general rütbəsi daşımasına baxmayaraq, utanıb qızarmadan ağ yalan danışır. Güya Qarabağda ancaq orada yaşayan haylar vuruşurmuş. Onların üzərinə isə təkcə Azərbaycan yox, az qala dünyanın yarısı yeriyibmiş. Siz elə bir Azərbaycanlı hərbiçi tanıyırsınızmı? Hətta nə qədər maraqlarımıza cavab verirsə versin, bunun günah çox yox. Biraz bənzəyən hansısa yalanı dinlə gətirməyi özünə sıxışdırsın. İndi o biri dırnaq arası generalın
Rusiyaya sığınandan fərqli olaraq ora təhrik atanın Vladimir Pogosyan deyilənin söylədiklərinə qulaq asın. И я не знаю, куда смотрит Армянская ассамблея Америки, Армянский национальный комитет Америки, да? Mən birinci Trampa demək istəyirəm ki, sən öz İsrailinlə bizdən əl çək. Siz İsrailə silah verirsiniz. Anlamaq gərəkir. Nə baş verir? Mən bilmirəm. Bizim Amerika Haylarının Assambleyası, Amerika Haylarının Milli Komitəsi, bizim lobi strukturlarımız, lobiçiliyimizi edən konqresmenlər, senatorlar hara baxırlar? Qulaq asın. Biz bilirik ki, İsrail Həmas kimi terrorçu təşkilatlarla döyüşür. Hər şeyi anlayırıq. Amma əgər Amerikalılar azlıq etdiyindən onlara silah verirlərsə, onda onlara bu qədər artıq silah hardandır ki, Azərbaycana göndərirlər? Bu, İsrail vasitəsilə Azərbaycana silah satmağın hiyləgər forması deyil ki? Amerika dövlətinə və səfirliyinə sual. Bu nədir? Siz İsrailə silah ötürürsünüz. İsrail də hər gün hərbi nəqliyyat təyyarələri ilə Azərbaycana silah göndərirlər. Əgər İsrailin bu qədər çox silahı varsa, onlara heç nə vermək lazım deyil. Mən demək istəyirəm ki, bu Azərbaycanın İsrail vasitəsilə silahlandırılmasıdır. Bizim ərazi inkişaf nazirimiz Amerika Birləşmiş Ştatlarında deyəndə ki, yaxın şərqdə Ermənistanın müttəfiqləri İsrail və ABŞ-dir, o başını sabunlayaraq, o sabunlu başla harasa girir. Mən demək istəyirəm ki, İsrail bizim müttəfiqimiz deyil, ola da bilməz. İsrailin əli dirsəyinəcən hayqanına batıb. Deməli, 1992-94-cü illərdə Levon Ter-Petrosyanın Milli Təhlükəsizlik üzrə baş məsləhətçisinin köməkçisi və prezident yanında Milli Təhlükəsizlik aparatının xüsusi əməliyyatlar qrupunun rəhbəri, 2-ci Qarabağ savaşı zamanı isə baş qərargah rəisinin məsləhətçisi işləmiş, hərbi kəşfiyyata rəhbərlik etmiş, özündən razı bu degenerat ABŞ prezidentinə, özü də kimə Trampa xəbərdarlıq edir ki, ölkəsindən əl çəksinlər. Və güya Birləşmiş Ştatlar belə əbləhlərdən çəkindiyi üçün Azərbaycanı birbaşa yox, İsrail vasitəsilə gizlicə silahlandırırmış. Nə deyəsən, düzdür, bu Pogosyan indi özünü siyasi xadim kimi təqdim edir. Ancaq hər halda hərbisidir. İndi bunların siyasətçiləri də yox. Hərbisiləri də geopologiya elmləri doktorlardırsa, bu xəstə zehniyyətlərlə hətta sülh anlaşması imzalanarsa belə, normal qonşuluq əlaqələri qurmaq adadakı forumda cənab prezidentin də vuruladığı kimi çox çətin olacaq. Ən dəhşətlisi budur ki, hər iki ünsür Azərbaycanın da özlərinin də gücünü gözəl bilə-bilə yenə də revanşizmdən dəm vururlar. Səbəb nədir? Çünki 90-cı illərin əvvəllərindəki sayaq havadarlarını gəlib onlarla yan-yana, hətta əvəzlərinə savaşacaqlarını düşünürlər. Ermənistan hakimiyyəti isə bayaq söylədiyimiz kimi yenə sülh göyərçinliyi etməkdədir və apreldə bu yöndə biraz da irəli getdilər. Təbii ki, sözdə. Bilirsiniz, açığı mənə elə gəlir ki, Nikol Paşinyan özünü bu cür sülh göyərçini kimi aparmaqla həm də bu regionda qarşıdurmanın aradan qaldırılmasında maraqlı olmayan bəzi dövlətləri şantaj edir. Şantaj edir ki, görsəm məni devirmək planınız ciddidir, onda Azərbaycanla sülhə gedəcəm. O elə məhz həmən sülh istəməyənlərin yardımı ilə yenidən Azərbaycan torpaqlarını işğal edə biləcəklərini düşündüyündən bizim beynəlxalq hüquqa dayanan iki tələbəmizi çeşitli bəhanələrlə yerinə yetirmək istəmir. Şərti sərhəddə isə atəşkəs martın ikinci yarısında olduğu kimi bütün aprel boyu intensiv şəkildə pozulmaqdaydı. Və bu Ermənistanın yeni savaş hazırlıqları gördüyü təəssüratı yaradan digər olaylarla paralel baş verir. Ermənistanla İran silahlı qüvvələrinin xüsusi təyinatlıları aprelin 9-10-da iki ölkənin sərhədində təlimlər keçirdilər. Təlimlər həm regiondan uzaqda, həm də regionun özündə geniş də olmasa reaksiyasız qalmadı. Məsələn, BBC bu təlimləri qısa müddətli və lokal xarakter daşısa da, regionun geosiyasətində geniş miqyaslı dəyişikliklərin baş verdiyinin və hay diplomatlarının Tehran rejimini İrəvanın qərb yönlü kursunun onlara qarşı yönəlmədiyinə inandırdıqlarının təsdiqini kimi qiymətləndirdi.
İranın türklərə qarşı dərin nifrəti ilə tanınan, eyni zamanda da Sepaha bağlı ekspertlərindən biri Ehsan Mavohedyan isə özlərinə xas şişirtməyə yol verərək, yumşaq desək, hazırlıq səviyyələrini elə də yüksək olmayan iki cüt bir tək hərbiçinin qatıldığı bu təlimlərin Azərbaycanın, Türkiyənin, İsrailin və hətta Böyük Britaniyanın qarşısının kəsilməsi məqsədi ilə keçirildiyini açıqlayıb. Maraqlıdır ki, İran xüsusi təyinatlılarının ya Fatimə-i Zəhra hayqırtıları altında məscidləri yerlə yeksan edən, içində donuz saxlayanların birgə təlimləri bir tərəfdən şərti sərhəddə atəşkəsin intensiv pozulması fonunda baş verməsi, digər tərəfdənsə bu təlimlərdən cəmsi 5 gün sonra Ermənistanın düz iyulun 15-nədək davam edəcək hərbi məşqlərə başlaması ilə diqqət çəkir. Və elə məhz bu məşqlərə start verilər-verilməz, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə gedərək orada Avropa Birliyinin hərbi məsələlər üzrə komissarı Ardius Kabilyusla görüşdü. Görüşdə Avropa Birliyinin sülh fondunun xətti ilə Ermənistana verilən dəstəkdən, yəni silahlanmaq üçün pul ayrılmasından, hərbi və hərbi sənaye sahəsində birgə əməkdaşlıqdan bəhs edildiyi vurğulanırdı. Həmən görüşdə İranla keçirilən birgə təlimlər haqqında da danışılıb-danışılmadığı açıqlanmasa da, bu təlimlərin qərbdəkiləri, ilk növbədə də fransızları narahat etmədiyi, əksinə vəcdə gətirdiyi Olivier Dicotinin sosial şəbəkədəki paylaşımından da görünürdü. Söhbət Fransanın Ermənistandakı səfirliyindən gedir. Səfir İran-Ermənistan birgə təlimlərindən dərhal sonra ölkəsinin Xarici İşlər Naziri Jean-Noël Barroya istinadla Avropa Birliyinin Ermənistandakı casus missiyasının daha da genişləndiriləcəyinə ümid etdiyini bildirib. Avropa Birliyi ilə İranın bizim regionda maraqlarının üst-üstə düşməsi əlbəttə onların öz işləridir. Amma məsələ burasındadır ki, maraqların arxasında hər iki tərəfin sözdə dedikləri sülh niyyətinin gizləndiyi, İranın Ermənistanla birgə təlimində əsas məqsədin güya şərti terrorçu qrupların sərhəd keçid məntəqələrinə hücumlarını zərərsizləşdirməyin olması kimi inandırıcı görünmür. Və bugün bu sual olduqca aktualdır. Əgər Ermənistan revanşizmə hazırlaşmırsa, atəşkəsin intensiv pozulması fonunda regionda sülhdə maraqlı olmayanlarla keçirilən birgə təlimlər, onlarla sıx hərbi əməkdaşlıq, ehtiyatdakı hərbiçilərin də cəlb olunduqları düz 3 ay davam edəcək uzun müddətli hərbi məşqlər nə üçündür? Bu süjetdə göstərilən faktlar ADA Universitetində cənab İlham Əliyevin Ermənistanın siyasi establishmentinin Azərbaycan məsələsində parçalanmadığı, aralarında konsolidasiya olduğu, sadəcə fərqli davranış və taktikaya üstünlük verdikləri, yəni müxalifətdəkilər qədər fəal görünməsələr də hakimiyyətdəkilərin də revanşizmə hazırlaşdıqları haqda dediklərini tam təsdiq etmirmi? Deməli, burada qəribə olan, daha sərt desək, ikrah doğuran bilirsinizmi nədir? Baxın, Azərbaycan ay yarımdır ki, Ermənistanla şərti sərhəddə atəşkəsin davamlı pozulduğunu bildirir. Ermənistanın Müdafiə Nazirliyi sadəcə aprelin 13-dən ara sıra bunu təsdiqləməyə başlayıb. Yoxsa o vaxta qədər inkar edirdi. Niyə başlayıb onu da deyim. Çünki Fransanın Xarici İşlər Naziri sərhəddə gərginlik olduğundan Avropa Birliyinin Ermənistandakı casus missiyasının genişləndirilməsinə ehtiyac duyulduğunu bildirmişdi. Saxtakarlığı və rəkarlığı görürsünüzmü? Fransanın Xarici İşlər Naziri yeni planlarını açıqlamayana dək, məhz qarşı tərəfin suçu üzündən baş verdiyindən atəşkəsin pozulduğunu Ermənistan Müdafiə Nazirliyi də, oradakı casus missiyası da danırdı. Elə ki, həmən missiyanın sayının artırılması məsələsi ortaya çıxdı. Başladılar bunda bizi suçlandırmaqla atəşkəsin pozulduğunu etiraf etməyə. Və savaş vaxtı bir çox şəhərlərimizə artilleriya, raket zərbələri endirilməsinə rəğmən Ermənistandakı hər hansı mülki obyektlərə zərrə qədər zərər toxundurmayan bir ordunun indi güya onların sərhəd boyu kəndlərindəki yaşayış evlərini ateşə tutduğunu iddia edirlər. İnandırıcıdırmı? Ermənistanın sülh istədiyi nə qədər inandırıcıdırsa, bu da bir o qədər inandırıcıdır. Bax, bu yerdə Ermənistanda gələn il parlament seçki keçiriləcəyini, ona artıq hazırlıqların getdiyini xatırladaraq sual vermək istərdim. Azərbaycan üçün nə fərqi? Həmən seçkini indiki hakimiyyət udacaq, yoxsa müxalifətdəkilər? Nikol Paşinyan konstruktiv təsir bağışlayan açıqlamalarla
Əgər Azərbaycanı aldadacağını və nəyəsə inandıracağını zənn edirsə, qoy aprelin 10-da özü və hökuməti haqda nə dediyini xatırlasın. Bir də Azərbaycan prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfərini, onun orada necə qarşılandığını, iki ölkə arasında hər tərəfli strateji tərəfdaşlıq haqda bəyanatda yer alan bir sıra maddələri göz önünə gətirsin. Gəlin öncə Paşinyanın hökumətin iclasında özü və komandası haqda dediklərinə baxaq. Որտեւ 7 տարի անց ես պատահական Արմավիրի մարզով Aradan 7 il keçəndən sonra mən təsadüfən Armavir vilayətindən keçməklə Püştavanda uşaq bağçasının açılışına gedirəm. Proqram yazılıb, əvvəlcədən müəyyənləşdiriblər. Mən hardan keçməliyəm, hardan getməliyəm, harda dayanmalıyam, kiminlə salamlaşmalıyam, kimi görməliyəm, kimi yox, nə görünməlidir, nə yox. Birdən beynimə vurdu, dedim bir dəqiqə, burada saxlayın, düşürəm. 10 dəqiqə cəmaatla söhbət edirəm və dərk edirəm ki, biz içi mən qarışıq, hələ birinci sinifdəyik. Biz pasiyentin nədən şikayətləndiyini, xəstəliyin, problemin nə olduğunu, nəyə ehtiyac duyduğunu bilmədən ona durmadan dərman yeridirik. Bizim bütün dövlət institutlarımız, bilmirəm, yəqin sıfırdadılar. Səhər yuxudan durub işə gedəndən sonra orada nə ilə məşğuldular? 5000 dram toplamaqla, nəyisə oğurlayıb özəlləşdirməklə, fırıldaqla, başqasının malını ələ keçirməklə. Nə deyim, bütün dövlət sistemində vəziyyət belədir. 5000 դրամ հավաքելու մասին է։ Özünün də etiraf etdiyi kimi siyasətdə və idarəçilikdə hələ sıfır demirəm. Birinci sinifdəki uşaq təsiri bağışlayanların havadarlarına güvənərək də onların sülh qovşağı deyilən cəfəngiyatlarını dəstəkləyəcəyimizi, eləcə də bizim maraqlarımıza cavab verməyən hərəkətlərinə göz yumacağımızı düşünmələri təbiidir. Və mümkündür ki, onlar cənab prezidentin Pekinə dövlət səfəri zamanı imzalanan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə bəyanatdakı Çin Azərbaycan tərəfin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunların qeyri-məhsuldar hesab edir sözlərinin, orada bir kəmər, bir yol təşəbbüsünün Azərbaycanın İpək yolunun dirçəldilməsi və 2030-cu ilə qədər olan geosiyasi iqtisadi strategiyamızla uyğunlaşdırılmasının möhkəmləndirilməsi maddəsinin yer almasının, eləcə də Naxçıvanla Urumçinin qardaşlaşdıqlarının nə anlam daşıdığını dərk etmirlər. Ancaq Ermənistana casus missiyası yerləşdirənlər Səmərqəddə Mərkəzi Asiya dövlətlərinin başçıları ilə keçirilən görüşdə orta dəhlizi qlobal qapı adlandırıb, onun da açarını haylara vermək niyyətlərini açıqlayanlar, bu dediklərimin də Gürcüstan prezidenti cənab Mixail Kavelaşvilinin aprelin 16-sında ilk rəsmi səfərini Bakıya etməsi və elə o gün Tiflisdə regionun 3 ölkəsinin xaricilər nazirlərinin müavinlərinin bir ay araya gəlmələrinin nə anlam daşıdığını da bilməmiş deyirlər. Çinlə birgə bəyanatda əksini tapan həmən maddələrin arxasındakı reallıq ondan ibarətdir ki, rəsmi Pekin Azərbaycanın Ermənistan konstitusiyasından Qarabağın bir hissəsinin onlarınki kimi təsbit edilməsinin aradan qaldırılmasını və Minsk qrupunun buraxılması üçün birgə çağırış tələbini dəstəkləyir, Zəngəzur dəhlizinin açılmasından yanadır. Naxçıvanla Urumçinin qardaşlaşması əslində həm də Türk dünyasının birləşdirən Zəngəzur dəhlizinin bəzilərini təqdim etməyə çalışdıqları kimi Çinin maraqlarına cavab vermədiyi haqda fikirlərinin alt-üst olmasıdır. Yeri gəlmişkən, Çinin düz 11 aydır ki, Ermənistana səfir göndərməməsi, bunun ancaq aprelin 26-sında baş tutmasıdır. Çox mətləblərdən xəbər verir. İran bəlli səbəblərdən ABŞ hərbiçilərinin avqustadək Ermənistanda qalmalarına, Avropa Birliyinin casus missiyasının sərhədlərinin bir addımlığında istehkamlar qurdurmasına, hərbi kontingentin ora gətirilməsi üçün hazırlıq görmələrinə göz yuma bilər. Amma Çin hər şeyi görür və dəqiq də qiymətləndirir. Yəni, heç də hər şey Nikol Paşinyanın düşündüyü yaxud da planlaşdırdığı şəkildə getmir. Və bunun məhz belə olduğunun deyəsən özü də artıq
fərqindədir. Yoxsa parlament etdiyi çıxışda yol verdiyi hərəkətlər bir yana, rabitəsiz danışıqla özünü elə gülünç vəziyyətə qoymazdı. Կան երկրներ, որ պատերի տակ շարում են, գնդակահարում են, պատերի տակ շարում են, գնդակահարում։ Ölkələr var ki, divara diriyib güllələyirlər, divara diriyib güllələyirlər, divara diriyib güllələyirlər və deyirlər, oh, necə yüngülləşdim. Sonra anlayırlar ki, ölkə yerinə, necə deyim ki, korrekt səslənsin, məsələn, tövlə əldə etdilər. Var elə ölkələr. Ստացել են մի հատ, ինչ ասեմ, որ կոռեկտ։ Hətta belə də olub, kəsilmiş başı əllərində tutub rəqs edirdilər ki, nə yaxşı biz bu kəlləni bədəndən üzmüşük. Bu onun ayağıdır, bu Çingiz xanın ayağıdır, bu onun dırnağıdır, aparıb evdə asacam. Nəticə nə oldu? Dalşı. Paton, qoy heç kim məni əsəbləşdirməsin və kədərləndirməsin, çünki mən bütün bunlara görə məsuliyyət daşıyıram. Բճեղնա էսել տանում եմ տնիցս կախեմ։ Հա։ Բայց արդյունքում ինչ հետո դա Müxalifətin təmsilçisi söz alır və deyir: "Camaat, bunlar büdcəni doldururlar. Bəs onu hara qoyaq? Cibimizə soxsaq yaxşı olardı. Büdcəni doldurmuşuq, doldururuq, dolduracağıq." որովհետև այդ ամեն ինչի անձնական պատասխանատվությունը ինձ վրա է։ Բայց հաջորդ հարցը կա։ Ermənistan baş nazirinin psixologiyasının və elə əhvalının da o qədər də yerində olmadığını təsdiqləyən bu kadrları yayan Rusiya sayt və telegram kanalları həmən xəbərdəcə Paşinyanın Minsk qrupunun buraxılması üçün Azərbaycanla birgə addım ata biləcəkləri haqda açıqlamasını da dərc ediblər. Rusiyanın bütün sayt və telegram kanallarında Ermənistan baş nazirinin parlamentdəki çıxışı zamanı etdiyi isterik hərəkətlərlə həmin açıqlamasının bir yerdə dərci, zənnimcə Minsk qrupunun buraxılması ideyasının heç də xoşa gəlmədiyinə verilən dolayı reaksiyalarıdır. Amma aprelin 4-də Ermənistan prezidenti Van Xaçatryanın ölkəsinin Avropa Birliyinə üzvlük prosesinin başlanması haqqında qanunu imzalamasından 10 gün ötməmiş, Hay Sahibkarlar Assosiasiyasının Moskvada biznes forumunun təşkili, həmən qrupun prezidenti Taşır Şirkətlər qrupunun təsisçisi Samvel Karapetyanın Avropa Birliyinə üzvlük cəhdinin Ermənistan üçün heç də yaxşı nəticələnməyəcəyi haqqında xəbərdarlığı buna Kremlin birbaşa və açıq etirazıdır. Bu həm də o deməkdir ki, Rusiyada 2026-cı ildə Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisinə hazırlığa start verilib və onun maliyyələşməsini də məhz oradakı ən varlı hayın başında durduğu Sahibkarlar Assosiasiyası reallaşdıracaq. Paşinyana yaxın telegram kanallarından biri bildirir ki, Ermənistan müxalifətinin lider rolunda bu dəfə kimin çıxış edəcəyi də artıq bəllidir. O, Serj Sərkisyanın dönəmində baş nazir olmuş, ondan əvvəl də sonra da Gazpromda çalışmış və çalışan Karen Karapetyandır. Və o da xəbər verilir ki, Köçəryan da, Sərkisyan da, Daşnaqlar da, Hay mafyozlar da, təbii ki, Katolikosla yandaşları da Karapetyanı dəstəkləyəcəklərinə razılıq veriblər. Hay Sahibkarlar Assosiasiyası da təbii ki, öz yerində. Burada onu da deyim ki, pul paylamaqla seçici səsini qazanmağın mümkünlüyü Ermənistanın ikinci böyük şəhəri sayılan Gümrüdə keçirilən seçkidə öz təsdiqini tapıb. Paşinyanın sözü gedən seçkidə bütün inzibati mexanizmləri işə salmasına, hətta kampaniyaya qatılmasına baxmayaraq, müxalifətin təmsilçisi Vardan Qukasyan bər seçildi. Və özünü kommunist kimi təqdim edən bu mafyoz elə ilk gündəcə ölkəsini Rusiya ilə Belarusun yaratdıqları ittifaq dövlətinə üzvlüyə çağırdı. Qukasyan nədən belə bir istəyinin olduğunu onlara xas bəzi saxtakarlıqlara da yol verməklə bu cür izah edir ki, güya 1920-ci ildə 20 avqustda Rusiya ilə imzalanan müqaviləyə görə Zəngəzur, Qarabağ, eləcə də Naxçıvan onlara verilibmiş. Amma elə həmən gün imzalanan Sevr anlaşmasında İngilislərlə Fransızlar haylara daha çox 160 min kvadrat kilometrlik ərazi vəd ediblər. Bunlar da onlara inanıb. Bir neçə gün sonra Türklər nə vardı əlimizdən aldılar və Aleksandropol anlaşmasına görə bizə cəmsi 9,7 kvadrat kilometr torpaq saxladılar.
Ruslarsız bizim indiki kimi 29,8 kvadrat kilometr ərazimiz olmazdı. Bu da onun sözləridir və sonuncu hissə tam doğrudur. Beləliklə, ABŞ-Rusiya sövdələşməsi az-çox Moskvanın arzuladığı şəkildə bitəcəyi halda Paşinyanı böyük təhlükələr gözlədiyi artıq duyulmaqdadır. Və özündən əvvəlki narsist sələflərindən fərqli olaraq, onun üçün hakimiyyəti itirmək, həm də həyatını itirmək deməkdir. Mümkündür ki, belə bir perspektivlə üzləşə biləcəyini hiss etdiyindən Ermənistan baş naziri parlamentdəki çıxışında o cür isterikcəsinə davranırdı və eyni zamanda da verdiyi açıqlamalarda Azərbaycanın konstitusiyalarına dəyişiklik, Minsk qrupunun buraxılması ilə bağlı tələblərinin heç də əsassız olmadığını sərgiləyirdi. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, regionda qarşıdurmanın aradan qaldırılmasında və dayanıqlı sülhdə maraqlı olmayanları bir növ şantaja keçmişdi. Fəqət aprelin 15-də Nikol Paşinyanın ölkəsinin parlamentində səsləndirdiyi və onun üçün yəqin ki, təsirsiz ötüşməyəcək fikri heç də bizim konstitusiyalarına dəyişiklik tələbimizə dolayı, Minsk qrupunun buraxılması ilə bağlı istəyimizə isə birbaşa haqq qazandırmağa çalışması yox, qərbdəkilərin haypərəstliyi haqda idi. İndi sizə təqdim edilən icmaldan sonra söhbətin nədən getdiyini biləcəksiniz. Hay nasistlərinin gec ya tez tarix boyu üstünlük verdikləri terrora əl atacaqları gözləniləndi və artıq bu yöndə çağırışlar var. Həmən çağırışı səsləndirənlərdən biri də Tehrandakı bəlli çevrələrlə sıx əməkdaşlıq edən İranşünas Vardan Voskanyandır. Voskanyan Ermənistanda milli dövlət varsa əhatəli, sistemli və məqsədyönlü qisasın vaxtı çatdığını bildirib. Azərbaycanın bəlli strukturları bu qəbildən olan ünsürlərin özlərini də, fəaliyyətlərini də yəqin izləyirlər və vaxtı çatanda onlarla bağlı gərəkən tədbirlər görüləcək. Bütün ayların Katolikоsu 2. Qaregin Steinmeyerin Azərbaycana səfəri zamanı hərbi cinayət və terrorçuluqda suçlandırılan miadsumçuların açılıb buraxılmaları məsələsini qaldırmasını xahiş edib. Neçə əsrdir ki, qarşıdurma və fitnə yuvası tarixin ayrı-ayrı dönəmlərində hətta cəbhəxana kimi fəaliyyət göstərən Hay kilsəsinin regiondakı proseslərə quzğuncasına yanaşması ilə tanınan liderin Almaniya prezidentindən xahişinin əsas hissəsi Qarabağı özləri tərk edənlərin hüquqları, oradakı çox hissəsini adlarına çıxdıqları mədəni tarixi irslərinin qorunması ilə bağlı olub. Məsələ burasındadır ki, Almaniya prezidenti bizim Qarabağdakı istənilən mədəni irsə Hay kilsəsindəkilərdən fərqli olaraq böyük həssaslıqla yanaşdığımızdan yaxşı xəbərdardır. Qarabağ haylarının hüququna gəldikdə, bəli, onun ardıcıl pozulması və Şurtvats, yəni dönmə adlandırılaraq addımbaşı təhqir edilmələri haqda bilgilər var. Amma onlara qarşı belə bir davranış bayrağı altında yaşamaq istəmədikləri Azərbaycanda deyil, Ermənistanda baş verir. Ermənistanın bir çox baxımdan Fransa prezidenti Macronla komandasının bəzi üzvlərinə bənzəyən keçmiş xarici işlər naziri Vardan Voskanyan yeni açıqlamasında Paşinyanın Azərbaycanın onun qarşısında qoyduğu 4 əsas tələbi yerinə yetirməyə çalışdığını iddia edir. Ermənistan konstitusiyasını dəyişdirmək, beynəlxalq məhkəmələrdə bütün iddialarını geri götürmək, Minsk qrupunu buraxdırmaq. Onun fikrincə bu üç məsələ Qarabağ haylarının geri qayıtmaları ilə bağlı danışıqların yolunu bağlayır. O, bu azmış kimi Ermənistan baş nazirinin Azərbaycanın 4-cü tələbini də yerinə yetirdiyini, ölkəni tərk edib dünyaya səpələnmələri üçün Qarabağ haylarının vəziyyətlərini daha da pisləşdirməyə çalışdığını deyib. Voskanyan belə vəziyyət yaranacağı təqdirdə onların geri qayıtmalarının tam mümkünsüzləşəcəyi üzündən bütün soydaşlarını bunun qarşısını almağa çağırıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə 2025-ci il martın 1-nə qədər Qarabağı tərk edib Ermənistana gedən hayların 26899 nəfəri oradan başqa ölkələrə üst tutublar. Ancaq üzlərinə xoş baxılmadığından 15642-si geri dönüb. 11257 nəfər isə nə qədər çətin olsa da, Ermənistandansa başqa ölkədə yaşamağa üstünlük veriblər. Qarabağdakı miadsumçu rejimin uydurma ombudsmanı və hətta dövlət naziri olmuş
Artak Beqlaryan təxminən 70-80% indi Ermənistanda yoxsul və ifrat yoxsul vəziyyətində yaşayan həmyerlilərinin indi daha çox hissəsinin oradan çıxıb gedəcəklərini düşünür. Milli Statistika Xidməti isə 2025-ci ilin yanvar-fevral aylarında Ermənistanda doğulan uşaqların sayının ötən ilin eyni dövründəkindən 549 nəfər az, ölənlərinkinin isə 5 nəfər çox olduğunu açıqlayıb. Ermənistandan 2024-cü ildə göstərilən vaxt ərzində 2602, 2025-ci ildə isə 2038 nikah bağlanıb, yəni azalma qeydə alınıb. Boşanmaların sayında isə artım var. Reuters agentliyi Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına dayanaraq Hindistanın Rusiyanı silah bazarından sıxışdırıb çıxarmağa başladığını və Ermənistanı silahlandırmaq monopoliyasına son qoyduğu haqda xəbər yayıb. Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə Ermənistan 2016-2018-ci illərdə Hindistandan heç bir silah almasa da 2022-2024-cü illərdə aldığı silahların 43%-i məhz bu ölkənin payına düşür. Macarıstan Avropa Birliyinin dırnaqarası sülh fondunun xətti ilə Ermənistanın silahlandırılmasına daha 20 milyon avro ayırmaq cəhdinin qarşısını alıb. Azərbaycan TDT-nin izləmçi üzvü olaraq öz türk kökünü unutmayan bu dövlətin özəlliklə də baş nazir Orban dönəmində yeritdiyi qardaşcasına və dostcasına siyasəti unutmur və unutmayacaq. Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov isə ölkəsinin Ukraynaya yox, Azərbaycanın Ermənistana təcavüzündən dəm vuraraq tezliklə Zəngəzur dəhlizinin də ələ keçiriləcəyini proqnozlaşdırır. Hardan verilən təlimatla çıxış etdiyi kimsəyə sir olmayan bu ünsür Ermənistanı müdafiə üçün Parisdənsə Moskvaya zəng etməyə çağırıb. O, Fransanın NATO üzrə müttəfiqi olan Türkiyənin kürdləri güya yer üzündən silməsinə, seyirci qalmasından dərs çıxarmağı məsləhət görərək bildirir ki, fransızlar haylar kimi kürdlərə də onları qoruyacaqlarına söz versələr də bunu etmədilər. Maraqlıdır, deyilmi? Gümrünün təzə meri ilə Rusiya Dumasındakı bu ünsürün dedikləri necə də üst-üstə düşür. Niyə düşür bilirsinizmi? Çünki tezisləri eyni yerdən gəlib. Nəysə, vəd etdiyimiz kimi Paşinyanın parlamentdə qərbdəki havadarlarının haypərət çıxışlarının, heç də onların maraqlarına cavab vermədiyi haqda açıqlamasının arxasında nə gizləndiyinə aydınlıq gətirməyə çalışacağım. Öncə onu deyim ki, Ermənistanda ilk dəfədir ki, belə yüksək səviyyədə qərbdə güya onların maraqlarını güddüklərini sərgiləyənlərin çoxunun qərblərində zərrə qədər hay sevgisi olmadığı etiraf edilir. Bəs həmən siyasətçilər özlərini Ermənistan sevdalısı sayaq sırıyarkən kimin rəğbətini qazanmağa çalışırlar? Hay diasporunun təmsilçilərinin mi? Əksər hallarda demək olar ki, yox. Məsələ burasındadır ki, Qərbin formalaşdırdığı beynəlxalq konjunktura hazırda sivilizasiyalar arası toqquşma üzərində qurulub. Ona görə də bir çox Avropa ölkələrində prezidentlər və baş nazirlər səviyyəsində açıq şəkildə multikulturalizmin özünü doğrultmadığı bildirilir. Orada İslamofobiya getdikcə güclənir və indiki dönəmdə postsekulyarizm kimi xarakterizə olunur. Yəni, qərbdə siyasətçilərin sözdə haypərəstliklərinin arxasında elə yenə sözdə xristian təəssübkeşliyi durur. Ona görə sözdə deyirəm ki, qərbdəki sərfçi zehniyyətlərin dinə yanaşmaları, əslində məscidləri yerlə ihsan edənlərlə ya Fatimə-i Zəhra sədaları altında birgə hərbi təlim keçirənlərdən elə də çox fərqlənmir. Yəni, onlar özlərini din təəssübkeşi kimi təqdim edərkən sadəcə kütləyə, İslamofobiya ilə zəhərlədikləri kütləyə oynayırlar. Ermənistan baş nazirinin sözü gedən açıqlamasında qərbdəki din qardaşlarının bax bu riyakarlıqları diqqətə çatdırılır. Və buradan o da aydın olur ki, bir sıra ölkələrdəki hay diasporunun güya onların apardıqları siyasətə əhmətli dərəcədə təsir etmələri sadəcə mifdir. Bəzi ölkələr əslində elə həmən hay diasporundan da öz geosiyasi maraqları üçün faydalandıqlarından belə görüntü yaradır, içlərindəkini adlarına çıxır, onlardan da alət olaraq faydalanırlar. İndi gələk Paşinyanın bizim kimi onun özünə də çoxdan bəlli olan bu reallığı niyə məhz indi uydurma soyqırımlarının növbəti ildönümə rəfəsində dilə gətirməsinə.
Heç şübhəsiz ki, burada ilk növbədə Türkiyənin rəğbətini qazanmaq niyyəti güdülür. Çünki Ermənistan baş naziri artıq hakimiyyətini qoruyub saxlamağın bircə yolunun qaldığını getdikcə daha aydın hiss edir. Ancaq anlamalıdır ki, o yol yolların açılmasından keçir. Söhbət təbii ki, Zəngəzur dəhlizindən gedir. Proqramın əvvəlində də vurğuladığım kimi, mən bu fikirdəyəm ki, Ermənistana mülki adı altında casus missiyasını göndərənləri də, orada konsulluq açan və açmağı planlaşdıranları da ən çox düşündürən Zəngəzurla oradan keçəcək dəhlizdir. Həmən güclər dəhliz üzərində kontrolun bütün Türk dünyasını təzyiq altında saxlamaq baxımından işlərinə yarayacağını düşündüklərindən ora belə aşırı diqqət göstərirlər. Və o səbəbdən Qərbi Azərbaycanlıların, ilk növbədə də Zəngəzurdan olanların öz torpaqlarına dönmələrini istəmirlər. Çünki bizim orada varlığımız onların dəhlizi tam kontrolda saxlamalarına maneçilik törədə bilər. Ancaq nə düşünmələrindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq və özü də Azərbaycanın tələblərinə cavab verən bir şəkildə fəaliyyət göstərəcək. Biz isə öz doğma yurtlarımıza dönəcəyik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da Laçında olarkən Qərbi Zəngəzuru da seyr edən partiya liderləri, politoloqlar, jurnalistlər bir gün oradakı yurt yerlərimizə də bu cür sərbəst və başı dik gedəcəklər. Beləliklə, Sultan 4-cü Muradın 1635-ci il fəthnaməsində, yəni Osmanlı dövlətinin rəsmi sənədində Abi ruyi məmalik İran-ı Turan, Bakı Naxçıvan-ı Şirvan, Rəşki mülkü Azərbaycan olan qalası Rəvan kimi təsvir edilən farscadan çevirsək, İran və Turan məmləkətlərinin üzünün suyu, yəni isməti, şərəfi, Naxçıvan və Şirvanın qapıları, Azərbaycan mülkünün həsad doğuran qalası İrəvanda görüşənədək, əziz qardaş və bacılar, Tanrıya və yurda ismarlandıq.